ilə yazılan söz var, düzdür? Orada hansı mənanı verirdi? Orada könül mənası. Ay, sağ ol. Bəs his iki s ilə olduğu zaman? His iki könül olanda ikisinin üzeri. Bəli, his iki s. Duyğu bir s ilə olduğu zaman isə? Bir sin olanda duman. Düzdür, duman mənası verir, düzdür. Sonra eyni cinsi qoşa samitlə bitən sözlər neçə hecal olurdu? Bir hecal. Bir hecal olur. Bəs bunları biz mürəkkəb sözün birinci tərəfində işlətsək, necə yazacağıq? Mürəkkəb sözün ikinci tərəfində işlətsək, necə yazacağıq? Birinci tərəfində işlədəndə bir ikinci samtə düşür, birinci samtənin biri düşür. İkinci tərəf olduqda, yoxsa birinci əksinə deyək. Mən də bərəm. Deyək. Mən birinci hissədə olanda mənə dəşq olmam üçün bizə mürəkkəb sözləri Məsələn? yazılır. Amma ikinci tərəf oldu isə müəllimə, məsələn, rəsm xalı, orada müəllimə tılardan biri düşməlidir. Bəli, mürəkkəb sözün ikinci tərəfində olduğu zaman Tılardan biri düşməlidir. biri yazılır, rəsm xətt, hüsn xətt. Amma mürəkkəb sözün birinci tərəfi olduğu zaman Orada haqlısa rəsm olmur, amma trenə yazılır. defislə yazılır. Defislə yazılır. Mürəkkəb sözlərə defislə yazılır.